Bugün xalq artisti Alim Qasımovun nəvəsi əməkdar artist Fərqanə Qasımovanın qızı Mövlanənin toyudur. Mövlanə Fərid Adlıbəylə ailə qurur. Şəhər restoranlarından birində keçiriləcək məclisə şou-biznes nümayəndələri də qatılıb. Fərqanə Qasımova məclisdən ilk görüntünü paylaşıb. Qeyd edək ki, Mövlanə ötən ilin yanvarında Fərid Adlıbəylə nişanlanıb. Fərqanə Qasımovanın 4 övladı var. Onun böyük qızı Fatimə xalq artisti Natiq Şirinovun oğlu Ümidlə ailəlidir.